Üçüncü qəribə isə bizə göstərilən, yəni türk sözlərinin olduğu rübailər belə ə, çox qəribə olaraq fars adət-ənənəsinə uyğun yazılıb. Yəni fars tərzində ə, bu şeirlərin quruluşu, onların arxitekturası sırf fars şeirləridir bunlar. Yəni bu necə türk dilində yazıla bilər? Yəni bunun üslubu fars üslubudur. Şah İsmayılın bir çox şairlərə, bir çox ədiblərə vurğusu orada farslara aiddir. Burada heç bir türk ədibə, şairə vurğu edilmir. Bu Şah İsmayıl ancaq fars ədiblərə vurğu edir. Və ən maraqlı cəhəti isə bu əlyazmaların bir-biri ilə uzlaşmamasıdır. Yəni bu əlyazmaların digərləri də Misirdə, Türkiyədə və Almaniyada tapmaq mümkündür. Amma bu əlyazmaların heç biri bir-biri ilə uzlaşmır. Yəni bu köçürmələrdir. Yəni bu əlyazmalar köçürmələri bir-birinə uzlaşmır və Türkiyə və Misirə getdikcə bu daha böyük türk sözləri daşıyır. Və burada belə bir ehtimal ortaya çıxır. Bunlar bir tərcümədir ya da əlavələr olunubdur. Yəni sonradan yazılıbdır və tərcümə olunubdur və əlavələr olunubdur və bu tərcümə məsələsi niyə ortaya çıxır? Çünki Səfəvilərə qoşulan türklər arasında, yəni türk dillər arasında daha çox Bektaşilər var idi. Bektaşilər ilk dövrlərdə Səfəvilərə qoşulmağa başladı və sufi idilər. Həmçinin türklərə yaxın bir dili danışırdılar. Türkçəyə yaxın bir dili danışırdılar. Və ehtimal olunur ki, onlar Şah İsmayıla aid yazıları, yəni şeirləri tərcümə edibdi və yaxud da onun üzərinə əlavələr edibdi.